Bir nəfər danışır, keçmişdə axı paltarları kasıbitdə cəmaat toxuyurdular. Analar görsən, o qış vaxtı üçün yundan bir şey toxuyurdu uşaqlar üçün. Mən görmüşəm bunu, kəndlərdə var idi bu. Bir nəfər danışır, yaşlı adamdır, deyir ki, anam toxuyurdu, deyir o paltarı. Geyinirdi, köhnəlirdi, deyir. O qədər kasıbçılıq idi ki, deyir, təzdən söküb, təzdən toxuyurdu. Deyir, o sökməyi də bəzən bizə deyir ki, bu ipləri bir-birindən ayırın. Deyir, mən nə qədər dar tuturduk, gördük bunu. Amma sonra bizə başa salır ki, orada bir ipin ucu var. Onu tapanda çəkirsən, yavaş-yavaş görsən, bir-bir açılır. Sadədir, məsələ, o ipucunu tapmaq lazımdır. İpucu söz bəlkə də belə yerlərdən yaranır. Əsas həyat da belədir. Bir ipucu var, bir neçə. O ipucunu tapanda görsən ki, hər şey asan getməyə başlayır. Baxışlar da düzəlir, davranış da düzəlir. Çox asanlaşır məsələ. Əsas ipucu nədir? Mən kiməm sualı. Dini də qoy qırağa, Quranı da qoy kənara, müsəlmanlığı da qoy kənara, məzhəbi də qoy kənara. Özündən insansan. Otur vücudu söhbət elə, müzakirə, vücud olaraq mən kiməm? Özünü təhlil eləyəndə görəcəksən kimsən. Çox da sadədir bu nəzər cəhətdən. Yəni bir neçə sualdan adam görə bilir ki, mən nə qədərəm?